Salam, mən Aytac Əlanur. Almaniyada yaşam, Almaniyada analıq, ümumiyyətlə burada olan proseslər və səyahətlərim haqqında sizi məlumatlandırmaq üçün olan bir səhifəmə xoş gəlmisiniz. Bugünkü mövzumuz Almaniyada DM mağazasından yeni doğulacaq körpə üçün hansı baxım və ləvazimatları almaq lazımdırsa, onları göstərəcəm. Hansı markaları məsləhət görərəm və onların qiymətləri nələrdirsə, sizə ətraflı olaraq bu videoda onları izah edəcəm. Qeyd edim ki, mənim digər videolarımdan daha ətraflı məlumat almaq istəyirsinizsə, məni Instagramda və TikTokdan da izləməyi unutmayın. Məsələn, mən özümdən misal olaraq götürüm ki, mənim bir xasiyyətim var. Tutaq bir mağazaya girmək istəyirəm, oradan hər şeyimi alıb çıxım. Bu videoda tam sizə görədir. İndi isə keçək hansı məhsulları almışam, onları sizə təqdim edib göstərim. Məsələn, belə bir Penate'nin şampununu aldım. Qiymətini burada açıqlayacağam sizə. Sonra Baby Love'ın belə bir prisipkasını almışam. Uşaq üçün vacibdir. Sonra indi bunu qabından açmışam. Baby Love'ın belə bir manikür setidir. Manikür setinin içində nələr var, sizə istəyirsinizsə onu göstərim. Bu uşağın burnu üçündür. Burnunda kakaşları təmizləməyə pinsetdir içində. Sonra bunun içində belə bir çətin çıxır. Belə bir pilkası var. Daha sonra belə bir dırnaq qayçısı var. Və belə bir kusaçka, yəni dırnaq tutanı var. Daha sonra yenə Baby Love markasından belə üçlü qab almışam. Bu quru süd üçündür. Hansı ki, məsələn, gecə tutaq tələsi oyanırsınız, uşaq acıyıb, ona yemək vermək lazımdır. Bunların içində hazır olaraq ölçüb qabların içində yerləşdirirsiniz quru südü və sizə onu hazırlamaq tez başa gəlir. Sonra bir dənə belə bir butulka aldım. Hər ehtimal, düzdür, ana südünü qidalandırmağı düşünürəm, amma yenə də dedim belə bir hər ehtimala biberon alım. Daha sonra bunun qutusunu açmışam. Philips'in 2 dənə içində olan əmziyidir. 0-6 aylıq olanını alın. Məsləhət görərdim. Həm də eşitdiyimə görə ən çox uşaqların, düzdür, uşaqdan uşağa görə bu dəyişir əmziyi tutması, amma ən çox uşaqların istifadə etdiyi əmziklərdən biri budur. Daha sonra əmziyi daha gigiyenik tutmaq üçün harasa gedəndə bu əmzik qabıdır. Əmzik qabının içində daha gigiyenik olar deyə düşündüm və aldım. Belə bir əmzik ipidir. Uşağın üstünə asmaq üçündür, yerə düşməsin deyə. Bir burun aspiratoru almışam. Deyə bilərsiniz ki, bu nədir? Bunu göstərim, necə istifadə olunursa. Bunun içində istifadə qaydasının da əslində kağızı var. Bunu uşağın burnuna yerləşdirirsiniz. Bu da məsələn ana ağzına yerləşdirir. Uşağın burnunda məsələn suyu zadı çox gələrsə, tutularsa boğula bilər. Uşaqdakı körpə doğulacaq uşaq hansı ki fınxıra bilmir. Ona görə bundan istifadə etmək üçün hər ehtimala qarşı bunu almışam. Belə bir daraq setidir, ikilidir. Tüklərinin yumşaq olmasına fikir versəz daha yaxşı olar. Biri düz daraqdır, biri də şotka daraqdır. Vedella'nın pişik kremidir. Bunun müxtəlif kremləri var. Bu firmanın üst kremi, bədən kremi və s. ala bilərsiniz. 2 ədəd sabun, bunları göstərim. Biri 50 sent olmalıydı. Bu da Baby Love'ındır. Uşaq sabunları. Butulka təmizləyəndir. Bu da 1.95 olmalıydı, səhv etmirəmsə. Bu hissəsi də əmziyin uc hissəsini təmizləmək üçündür. Bunu əslində Müller'dən almışam, yadımdan çıxdığına görə. Amma sizin üçün burada açıqlama bu hissədə isə DM mağazasında olan termometri göstərəcəm. Hansı ki, qiyməti ilə bir yerdə. Belə bir termometr var. Hansı ki, bunu da əslində yadımdan çıxdığına görə Kik mağazasından almışdım. Amma sizə burada yenə də DM-də olan məhsulu və qiymətini göstərəcəm. Bu su üçündür. Uşağı çimizdirərkən temperaturunu, suyunu ölçmək üçün istifadə olunacaq. Daha sonra belə bir qulaq çöpüdür.
Pambıqdır. Bu pambığı deyəsən başqa yerdən almışdım. Burada da yenə deyimdən olanı göstərəcəm sizə. 3 aydan sonra istifadəsidir. Hansı ki uşağın dişləri üçündür. Amma alanda çalışın fikir verəsiniz ki, kimyəvi qatqısız olsun. Mən də maksimum daha bio olan məhsulu seçdim və onu aldım. Bu isə 6 ayından yazılıb üzərinə, hansı ki qidaları, meyvədir və yaxud da tərəvəzdir. Onları bunun içinə qoyursunuz. Bu içəri tərəfdən açılır və uşağa verirsiniz. O dişləyib yeyir və belə əzərək onu yeyir. Göstərim sizə. Hansı ki bu uşaq qabıdır. Bu da təbii ki artıq 6-cı ayından əlavə qidalar verməyə başlayacaqsınız. Onu da istifadə edəcəksiniz. Belə bir qab aldım. Çalışın baxın ki, kimyəvi qatqıları olmasın qabın. Belə bir vilka qaşığını almışam. Stakanını almışam. Hansı ki stakanda ağzı bağlanır və axıtmır. Ümid edirəm ki, axıtmaz. Hər iki tərəfindən tutur. Uşaq üçün daha rahatdır. Bu da 6 ayından etibarən istifadə etmək üçündür. Daha sonra məsələn qablarını yumaq üçün vasitədir. Froş firmasından belə bir qabyan aldım. Paltarların da yuyulması üçün elə bu firmanın digər məhsulunu almışam. Bu da Froşundur. Paltarların yuyulması üçündür. Və belə maraqlandığıma görə quru tozlardansa durmayı olan paltar yuyucu vasitələrdən istifadə etməyiniz tövsiyə olunur. Ona görə ki, məsələn, maşında əgər onu atarsaz, böyük ehtimal ki, içində tam həll olunmur. Bu da uşaq dərisinə ziyan olduğuna görə daha çox duru və qoxusuz paltar yuyucu vasitələrdən istifadə edin. Amma düzdür, mən indi uşağın paltarlarını uşaq doğulmamış yumağa başladım ki, amma yenə də bunda da qoxu vardı. İlkin olaraq bundan aldım, amma görək başqası varsa təcrübələrimi sizinlə bölüşəcəm. Hipin belə bir salfetkasını almışam. 5-i bir yerdədir. 4.95 olmalı idi, səhv etmirəmsə. Və fikir verin ki, parfümsüz olsun. Bu sıfır parfümdür. Və üzərində yazılıb 99% isə sudan ibarətdir. Bunu da əslində kek mağazasından almışam, amma burada deyimdən göstərəcəm. Belə bir uşağın altını dəyişdirəndə altına sərmək üçün olan pedlərdir. Vacib olacaq bir şeydən biridir məncə. Bir dənə də hər ehtimala hələlik 0 ölçülü pampers almışam. Amma hansı ki əslində düşünürəm ki, uşaq doğulandan sonra alaram. Çünki bilmirəm ki, uşaq neçə kiloqram olacaq. Uşağın kiloqramına görə almaq daha tövsiyə olunur. İndidən almağın məncə çoxlu pampers almağın elə də yeri yoxdur. Bəzi məhsullar da vardır ki, hansı ki mən onları almağı unutmuşam. Hal-hazırda məndə deyil, amma almalıyam. Onları sizə bu hissədə göstərəcəm. Belə dostlar, yeni analar həyatımızın ən gözəl, ən maraqlı hisslərindən biridir. Yəni hər birinizin uşağının sağlam dünyaya gəlməyini arzu edirəm. Özünüzün də sağlam olmağını arzu edirəm. Əgər videonu bəyəndinizsə, sizə faydalı oldusa, videonu bəyənib rəy bölməsində öz şərhlərinizi bildirməyinizi istərdim. Və ola bilər ki, yeni anayam, yeni ana olacağam və hər hansısa bir məhsulu almamışamsa, məni rəy bölməsində bildirə bilərsiniz. Sizin rəylərinizdən də faydalanmaq istəyirəm. Bir də qeyd edim ki, deyim mağazasından həmçinin yeni ana olacaq analar üçün də alınacaq məhsullar üçün ayrı bir video çəkəcəm. Onu da izləməyi unutmayın, çox faydalı olacaq. Təşəkkür edirəm məni izlədiyiniz üçün. Hələlik.